Hoş gördük dostlar. Demek bilenler bilir, bilmeyenler için diyeyim. Keçənlərdən mən bir dənə kürə hazırlatmışdım. Kürədə çörəyin altı qızarır, amma üstü qızarmır. Dəfələrlə bişirirəm, çörəyi tərs çevirirəm, elə üzünü qızardıram. Çox sağ olsun. Bir nəfər dedi ki, şüşələri qır, onun üzərinə yığ. İndi bu kənarlarına belə şüşələri bütöv düzdük bax. Bütöv düzmüşük. Qalıb üstü. Üstünə də belə butulkaları hamısını sındırıb, düzüb, təzədən sarı palçıqla üstünü palçıqlayıb, baxaq görək, deyilənə görə güya elə eləsəm, ondan sonra çörəyin altı da, üstü də qəşəng qızaracaq. Bu arada kərpiş deməyin, dəfələrlə hamı tapmadım. Burada yoxdur. O yanmış kərpiş deyirlər nədirsə, bunun üst tərəfindən yuxarıya, aşağıya düzmək olardı. O da yoxdur. İndi butulka ilə yoxlayaq görək, kənarlarına belə butulkanı düzdük. Üzərinə də sındırıb tökək, baxaq görək nə olur. Belə üstündə qəşəng şüşələdik. Bax. Görək indi bu istiliyi aşağı verir ya yox. Bu kürədən ya kürə olmalıdır ya da söküb dökməliyəm. Ayağına qəşəng. Bax belə, kürə hazırdır. Bir dənə qalır bunu sınamaq. Görək indi üzərində şüşə ilə örtdük. Çörəyin altını qəşəng qızardır. İndi bir problem qalıb, görək üzərini də yaxşı qızartacaq. Deməli, kürə problemin bitir. Bir sözlə kürə serialını izləməyə davam edin. Səhifəmi bəyənin. Takip atın və orada bəyənmə işarəsini vurun zəhmət olmasa. Məsləhətlərinizi yazın. Buyurun, sizi eşidirəm. Görək nə səhvdir, nə düzdür. Axır ki bu kürədə bir ürəyim istəyən çörəyi bişirim. Ondan sonra sakitləşim.